Kərbəlayı, bax görsən oranı, bax marşrut oradan keçir. Bura məktəbdir, burada Masazırın Cantəpə adlanan məkanıdır. Qardaşım, Padmayak bir dənə mənzil çıxır satışa. Mənzilimiz hardadır? Düz məktəbin yanında. Avtobus orada. Qardaş, sənə nə lazımdır? 2 avtobus keçir buradan. Nə bilim, yemək, içmək, market, mağaza, hər şey var. Keçib bir də evimizlə tanışalım. Kərbəlayı, sənə göstərdim də məktəbi, uşaqları, yeri gördünüz də hardadır. Bax, Padmayak mənzil axtaranlar yenidən sizə deyirəm. Bax, möhtəşəm bir dənə Padmayak mənzil çıxır satışa. Qardaş, cibində pulun azdır, almaq istəyirsən. Qardaşım mən, 800 manata kvadratı olan bir dənə sənə möhtəşəm Masazırda, Cantəpə adlanan yerdə çox qəşəng, çox səliqəli yolun kənarında belə bir Padmayakımız çıxır satışa. Yer, məktəb zaten buradan görsənir, nədir, nə deyil. Qardaş, gəldin, gəl bax, bu bizim bir dənə yekə bir dənə zalımızdır. Qardaş, bizim ikinci otağımızdır. Çək buranı, Kərbəlayı. Bizim ikinci otağımızdır. Aha, gəl, burada bir dənə hamam tualetimiz var. Hamam tualetimiz var. Qardaş, burada da bir dənə kuxnamız. Cəmi 800 manata 50 kvadrat. 800 manata qardaşım mənim. Gəlirsən, götürürsən. Allah sənə də, bizə də, satana da xeyirli eləsin. Diqqətiniz üçün təşəkkürlər.